Eyni sualı verən şəxs soruşur. Wikipedia səhifəsində Əhmədi sülh və nur dini haqqında belə yazılıb. Siz öyrədirsiniz ki, Haşim qeyri-ənənəvi dini şərhlər təqdim edir. Məsələn, Adəmin əsl günahı Fatimənin keçmiş bir inkarnasiyası ilə bağlı idi. İsa çarmıxa çəkilmədən xilas olub. Çünki ruhunu Kirin Elişimona dəyişmişdi və Mani isə İsa ilə Məzdəli Məryəmin övladı idi. Siz həmçinin demisiniz ki, katoliklər üçün önəmli bir şəxs olan müqəddəs Pavel saxtakar idi və katolikləri azdırıb. Həmçinin katolik kilsəsinin çoxsaylı papaları saxtadır. Katoliklər üçün bu cür fikirlər küfr sayılır. Siz bu inancları hansı mənbələrə əsaslanaraq qəbul edirsiniz? Our beliefs we get them from the words of the prophets and the messengers and from the words of Muhammad and the family. Bəli, əslində bizim bu inanc və düşüncələrimiz peyğəmbərlərin sözlərinə, həmçinin Muhammedin və Ali Muhammedin sözlərinə söykənir. İmam Əli əleyhissalamdan bir rəvayət var ki, belə deyilir. Həqiqətin çoxu insanların inkar etdiyi şeylərdədir. Quran-ı Kərimdə də belə bir ayə var. Əgər yer üzündə olan insanların çoxuna tabe olsan, onlar səni haqq yoldan azdırarlar. Tarix baxımından da bilirik ki, qədim din düşmənləri, məsələn, İslamda Əbu Bəkir, Ömər və Osman xilafəti Bəni Haşimin əlindən almışdılar. Və məhz onlar bugün əlimizdə olan Quranın tərtibatına cavabdeh idilər. Həmçinin onlar Muhammed Peyğəmbərdən eşidilən və birinci nəsil müsəlmanlar tərəfindən yazılmış bütün hədisləri və pak təlimləri toplamaq, yandırmaq və məhv etmək işinə başçılıq ediblər. Biz həm də bilirik ki, Muhammed və Ali Muhammedin sözlərinin əsas mənbələri Peyğəmbərin ölümündən 100 illərlə sonra yazıya alınmışdır. Bu isə Əməvi və Əbbasi imperiyaları dövründə olmuşdur. Hər iki dövlət Muhammedin əhl-i beytinə qarşı böyük düşmənçilik etmiş, onları təqib etmiş, həbs etmiş və öldürmüşdür. Ona görə də müsəlmanların etibarlı saydığı bu mənbələrə həmişə tam etibar etmək mümkün deyil. Çünki bu mənbələr Allah tərəfindən təyin olunmamış, zalım rejim tərəfindən nəzarət altında tutulurdu. Xristianlıqda da vəziyyət eynidir. Pavelin yazıları məhz Roma imperiyası tərəfindən bu kitaba daxil edilmişdir və bu yazılar Əhd-i Cədidin azı 50%-ni təşkil edir. Halbuki bu imperiya 100 illərlə xristianları təqib etmiş, işgəncə vermiş, öldürmüş, zorlamış və əzmişdi. Sonra isə birdən-birə qərara gəldilər ki, bizə nəyə inanmalı olduğumuzu, hansı İncilin doğru və hansı İsa Məsih haqqındakı təlimlərin yanlış olduğunu onlar təyin edəcəklər. Onlar həmçinin İsa Məsihin sözlərinin və xristiyan materiallarının yandırılmasına cavabdeh idilər. Roma imperiyasına uyğun gəlməyən fikirləri yayan insanlar isə ya öldürülmüş, ya da sürgün olunmuşdu. Biz inanırıq ki, çoxlu sayda həqiqət və orijinal təlimlər, bu arada bir çox alimlər, istər dünyəvi olsun, istər müqəddəs kitab alimləri bildirirlər ki, o dövrdə baş verənlər utanc vericidir. Çünki yandırılmış, məhv edilmiş və rədd edilmiş təlimlərin bir çoxu əslində İsa Məsihin orijinal sözlərinə və təlimlərinə daha yaxın idi. Yəni, bu təlimlərin həqiqətə daha yaxın olduğunu deyirlər. Ona görə də biz inanırıq ki, sadəcə olaraq hansısa əlyazmalar və ya tarixi yazılar əsas xristiyan icması tərəfindən qəbul olunmayıb və ya tanınmayıbsa, bu onların yanlış olduğunu göstərmir. Bizim möminlər olaraq öhdəliyimiz budur ki, nəbiyə, elçiyə, imama və ya ilahi bir rəhbərə aid olduğu iddia edilən heç bir şeyi, məzmununu və kontekstini oxumadan rədd etməyək. Yalnız həmin söz açıq şəkildə bildiyimiz bir həqiqətə zidd olarsa, o zaman onu inkar edə bilərik. Hətta bəzi rəvayətlər var ki, əgər zahirən
bu fikir bizə məlum olan bir həqiqətə zidd görünsə belə, onu rədd etməməliyik. Çünki ola bilsin ki, o fikrin başqa bir təfsiri, izahı var. Əgər biz onu rədd etsək, əslində İsa Məsihi və ya Allahı inkar etmiş olaraq və nəticədə cəhənnəmə düşə bilərik. Buna görə də biz öz ardıcıllarımıza tövsiyə edirik və bu bizim inancımızın bir hissəsidir ki, Muhammed və Ali Muhammedə, İsa'ya və digər peyğəmbərlərə aid edilən bütün yazılı mənbələri araşdırsınlar və incələsinlər. Bizim inandığımız bir çox mənbələr məhz qnostik və ya apokrif adlandırılan, yəni kilsə tərəfindən rəsmi olaraq rədd edilmiş və ya əsas axın müsəlman cərəyanları tərəfindən qəbul edilməmiş əlyazmalardır. Lakin bizim imamlarımızdan rəvayətlər var ki, məsələn, İmam Əhməd əl-Həsən əleyhissalam və ya İmam Mehdi əleyhissalam bu mənbələrin doğru olduğunu və ya bəzi hissələrinin doğru olduğunu bizə bildiriblər. Məhz bu da bizi inandırır ki, məsələn, cənnətdəki ağac bir insanın rəmzi idi. Bu, meyvəsi olan real bir ağac değildi ki, insanlar ondan dişləyib yedilər. Biz möminlər olaraq həm Yahudilərlə, həm də əsas axın müsəlman icması ilə razıyıq ki, Pavel adlanan bu şəxs tarixdəki ən böyük saxta peyğəmbərlərdən biridir. Biz inanırıq ki, o və onun davamçısı olduğunu iddia edən Marsion adlı bir başqa şəxs, hər ikisi əhd-i cədidi və bütövlükdə xristianlığı təhrif etməkdə günahkardırlar. Bizdə həmçinin Muhammed və Ali Muhammeddən gələn rəvayətlər var ki, xüsusi olaraq Paveli müqəddəs kitabı təhrif edən kimi göstərir və adını çəkirlər. Həmin rəvayətlərdə deyilir ki, Pavelin cəhənnəmdə xüsusi yeri var. Hətta cəhənnəmdə onun adı ilə adlandırılan, yəni Pavel adlı bir yer mövcuddur və Paveli qəbul edən və müdafiə edən hər kəs ölür və bu Pavel adlanan cəhənnəmə gedir. Digər rəvayətlərdə isə deyilir ki, Pavelin cəhənnəmdə xüsusi bir tabutu var və o, həmin tabutda tutulub. O tabutu paylaşanlar isə bütün yaradılışın ən pis insanlarıdır. Pavel cəhənnəmdə Firon, Nəmrud və tarixdəki bir çox pis insanlarla birlikdədir. Biz hesab edirik ki, Pavel çox pis bir insandır və heç vaxt İsa Məsih ilə görüşməyib. Əhd-i cədidin özündə belə Pavel böyük qürurla bildirir ki, İsa Məsih tələb edib ki, biz onunla birlikdə yaşamış, onu tanımış, birbaşa ondan öyrənmiş şagirdlərə, həvarilərə itaət edək. Lakin o, onları rədd etməyi seçib, onları münafiqlikdə günahlandırıb və ictimaiyyət qarşısında onlara meydan oxuyub. O, öz-özünü bütün yəhudi olmayanların həvarisi təyin edib, çoxlu iddialar irəli sürüb və özünü şəriəti dəyişmək və yəhudi qanununu İsa'nın izləyicilərinə tətbiq olunmaz etmək səlahiyyətinə malik elan edib. Halbuki İsa özü həyatında belə etməmişdi. Çünki İsa demişdi ki, o, qanunu dəyişdirmək üçün deyil, onu bərpa etmək və tamamlamaq üçün gəlib. Buna görə də bu bizim fikrimizdir və sualınıza cavabım budur.